verməkdə. Hərbi zəifliyi. Başqa? Silah. Başqa? Əsas, yəni təməl səbəb nədir? Avropadan Aşağı idi. gerilik var. Buna görə də Avropadan gerilik qaldırmaq üçün 2-ci Aleksandr nəyə başladı? İslahatlara başladı. Aleksandr islahatları və Rusiya üçün çox önəmli, burjua inkişaf yolunun önünü açan bir islahat proqramıdır. Başlayalım islahatlarından saymağa. Birinci islahat hansı idi? Necə? Bəli, nəyə ləğv etdi 1861-də? Hansı qaydanı ləğv etdi? Xatırlayırsak, məclis qanunnaməsində qəbul olunmuşlar rəsmi olaraq. Öküdür. Təhkimçiliyi ləğv etdilər. Demək nə var? 1861-də təhkimçiliyi ləğv olundu. Təhkimçiliyi ləğv olundu, yəni kəndlərin feodallardan, boyarlardan asılığına son oldu. İnşallah sayı olan şeylərdən birincisi oldu. Sonra, növbəti islahat nədir? Başqa? Başqanın sayılı islahat geçirilir. Məhbusları azad edir, əfv edir. Əfv etmələr var olmalı. Başqa islahat kimi, daha geniş. Məhkəmə islahatı. Bunu müayət izah edək. Elə ki, öz başınalı idarə edər. Yəni, məhkəmə hakimləri təyin olsa da, vəzifələri dövründə necə idi? Toxunulmaz idi. Toxunulmaz idi. Bu var. Doğru. Məhkəmə islahatına görə bütün başqa təbəqələrdən nə gətirilirdi məhkəməyə? Antlı iclasçılar, bəli. Yəni, tək hakimi qərarı yox, iclasçıların da fikirləri əsas götürülürdü. Bu, daha müsbət bir hadisədir. Və məhkəmə islahatı burada ən ardıcıl həyata keçirilən islahat kimi qeyd olunur. Yəni, bu belə. Sonra, 64-də başqa bir islahatlar var. Hansıdır? Yerli özünü idarə edir. Necə adlanır o islahat? Yerli özünü idarə edən ad nədir başqadır? Zemüstü o islahatı. Bu islahatın xarakteri necədir? Yəni, nə dəyişiklik olunur idarəetmədə? Yerli özünü idarəetmə orqanları yaradıdır, bələdiyyə tipli idarəetmə orqanları yaradıdır. Bəs 70-də hansı islahatı 1870-də? Şəhər islahatı. Şəhərdə də nə qurulur? Seçki əsasında. Şəhər Dumasıdır, şəhər bələdiyyəsi deyil də bu qurulur. Şəhər idarəsi yaradılır. Şəhər islahatı nə olur? Yəni, əsas məqsəd nədir burada? Əhali neynəsin? İdarə etmədən İşte Roma olsun, böyle seçki oldu da yani. Sen gelip özün iştirak edemeyeceksin ama kimi de seçirsense, yani nümayini seçirsense. Dolayısıyla onda nedir bu? İştirak da böyle, iştirak. Yani hamı gelip yapın olmaz ki. Seçirsen senin nümayinde de orada iştirak edilirse, buna deyilik iştirak eder. Ehali iştirak edilir. Böyle. Başka nasıl islahatı var? O islahatın karakterini güzelce. 20 yaşında var gəlirdi islahatı, bir də ki, hərbiyə gəlirdi. Bir də Hərbi müddət azaldılır. Hərbi müddəti bəli azaldılır və ümumi hərbi mükəlləfiyyət əsasında nizamı orada yaradılır. Bu da islahatdır. Doğru. Biz bunları, bu islahatı Azərbaycan tarixində də vurğulayırıq, xatırlayırsınızsa. Məhdud formada bu islahatlar bizdə də keçirilir. Rusiyada hərbi islahata görə kimləri orduya çağırırdılar? Müsəlmanlardan nədir? Bəli, Hristiyan olmayanları edir. Çünki onlar silahlarını bilgisəydi, əskəri görəndən sonra daha sərt. Bəli, onlara hərbi sirlər öyrətmək və ya hərbi bacarığı öyrətmək təhlükə hesab olunursa bu üsyanlar alınır. Üsyanda daha sərt şey olardı da. Daha çətin olan bu üsyanlar yapılır. Amma bizim generallarımız var, Çarlık dövrdə yetişmiş. Bunu necə izah edə bilərik? Onlar da mənim başqa bir izləyiciyə aparır orada. Yox, bax. Generallarımızı necə yetişib, əgər bizi hərbiyə çağırırlarsa? Bunu izah edə bilən var mı? Xeyr. Hansı təbəqədir generallar çünki? Sədəqan. Demək, 1856-cı ildə Respublikə görə ali müsəlman sinfi dediyimiz zadəganlar Çardan nə bağlamışdı? Müqavilə bağlamışdı. Yəni, Çara sahib olacaqlarından düşünmüşdür, Çar da onların mülkiyyətini təsdiqləmiş, mülkiyyətini təsdiqləmiş. Buna görə də onları çağırırlar. Yəni, ali müsəlman sinfini çağırırlar. Yetişən adamları, general dediklərimiz hamısı, məsələn, Səməd bəy Meymanlar olur. Əli Ağa Şıxınski,
Hüseyin xan Naxçıvan Seyidli. Hamısının adında nə var? Rus soyadı. Bəli. Soyadı. Ağa xan var. Rus soyadı da çok sadəcə yavaş-yavaş eləyir. Amma Məhəmməd bəy ağa xan görürsünüz. Bu adlarda istifadə olunur. O demək ki, avtomatik ali müsəlman silkini çağırır. Onların bir problemi yoxdur müsəlman. Belə. Şöyle bu məsələlərə biraz daha diqqət etmemiz lazım olacaq. Rusiya mövzusunu biz təkrarında yenə edəcəyik. Belə. Yeni mövzuya keçsələr, siz bizim biraz şoxamız iştirak edəmədərsiniz, amma biz yeni mövzuya keçəcəyik. Yeni mövzumuz, demək, Amerika Birləşmiş Ştatları və yaxud Amerika ərazisindən gedir söhbət 17-18-də əsrlərdə. Amerika Birləşmiş Ştatları. Buradan başlayalım. Biz xatırlayırsak İngiltere tarixində demişdik. 17-ci əsr əvvəllərində İngiliz kəndliləri, narazı kəndliləri hara axın edirdilər, hara köçürdülər? Amerika. Bizim demək ki, anlayışımız da var çoxdur. Bəli. Amerikanın kəşfini kim eləmişdi? Christopher Columbus. Christopher Columbus ilk dəfə getsə də bəli, buranın yeni topu olduğunu bilmirdi. Bəli, Amerika Respublikasının bu ərazinin kəşf olunduğunu biz bilirik. Amma burada kütləvi məskunlaşma nisbətən sonraki əsrlərdir. Burada danışıq ki, İngilislərin bu əraziyə gəlişi ilə bağlı ilk dəfə İngilislərin burada koloniya salması 1607-ci illərdə. Və həmin dövrdə kralın adı ilə adlanır Jamestown koloniyası. Koloniya sözünün mənası nədir? Yığılan qursa formada yaşayış məskəni. Koloniya yaşayış məskəni. İlk 1607-də salınır. Qısa müddət sonra deyir ki, bu ərazidə 13 İngiliz koloniyası yarandı. 13 koloniya. Və bu koloniyalara ümumi ad deyilir. Yeni İngiltere adlandırılır. Niyə? Hamısı İngiltere'de yaratdı. Adlandırılır Yeni İngiltere. Evet. Xatırladım ki, bugün Amerika'da olan yer adlandırılmış olsun. Əsl kökü İngiltere'de. Mesela Chelsea var İngiltere'de. Amerika'da ne var? New Chelsea var. York vilayeti var İngiltere'de. Amerika'da New York var. Yani Yeni York'ta. Biz demek ki Yeni Kent. Hemen onlar işte. New York oradan geliyor. York vilayetinden gelenler New York'tan geliyor. Evet. Demek onun İngiltere adlandırılır. Burada idarəçilik sistemi İngiltere'ye bağlı. Əsas vəzifəli şəxs qubernatordur. Qubernator kim təyin edir? İngiliz kralı. İngiliz nümayəndəsi yazılır. Amma bir də hər koloniyada yerli məclis var. Yəni qubernatorun bir də nə var? Məclis. Bu yerlilərdən ibarətdir. Yerli yazılır. Amma sonra sözü qubernator deyir. O demək ki, İngiltere'nin üstünlüyü təmin olunur. Yəni bunu qaçırmıyor burada. Qısa zamanda dedik ki, bu koloniyalar arasında əlaqələr genişlənir və Amerika xalqı formalaşmaya başlayır. Yazıram buna. Amerika xalqı koloniyalar arasında əlaqələrin genişlənməsini yaratır. Koloniyalar özünə məxsus inkişaf yol keçdilər. Ölkənin şimalındakı koloniyalarda kapitalist münasibətləri daha tez meydana gəlir. Çünki şimalda havanın soyuqluğu, qışın daha uzun keçməsi səbəbindən əkinçilik faydalı olmuyor. Ona görə yazılır ki, şimalda manufakturalar yaranır. Manufaktura yaranır və ya bir kapitalist münasibətləri formalaşır. Kapitalist münasibətləri formalaşır şimalda. Bəs cənubda nə olur onda? İstidir orada. Havalar yaxşı. Bəli, cənubda dedik ki, ona görə əkinçilik inkişaf etdi. Və burada plantasiyalar meydana gəldi. Plantasiya kənd təsərrüfatı ilə məşğul olan belə deyil, təsərrüfatlardır. Kənd təsərrüfatına məşğul olan sahibkarları plantasiya sahibi deyirik. Və buranın plantasiyanın xüsusiyyəti odur ki, bu əməklə istifadə olunur. Bölgədə Amerikada yaşayanlar Hindulardır dedik ki, amma Hindular mübarizə aparırlar və tabi olmuyorlar. Onlarla pul görüşətmək mümkün deyil. Ona görə də ilk dəfə 1619-cu ildə bura qulların gətirilməsi başlandı. Qul adını yazıram bura. İlk dəfə qulları gətirənlər də Hollanda dənizçiləridir. Onlar Hollanda gəmilərində Afrikadan əsir götürdüklərini gətirirlər, Amerikada satırlar yaxşı qiymətə. Ona görə də qul adı verilən maraq artır və başqa Avropa ölkələri də bura pul gətirməyə başladılar. Və plantasiyalarda işlədilən deyə gətirilən qullar özüdür. Cənubda qullardır.
Şimalda dedik kapitalizm əsərləri, manufaktur arasında. Amma burada deyil İngiltərə ərazisindən çox uzaqda olduğu üçün daha azad idi əhali. İngiltərədən bura qaçıb gələn torpaqsız kəndlilər, dini təqibə məruz qalan puritanlar burada yaşayırlar və onlar işləməyə meyillidirlər, varlanmağa meyillidirlər və işlərini genişləndirirlər. Onların inkişafı İngiltərə hökumətini qorxuya salır. Çünki onlar İngiltərə hökuməti başa düşür ki, bunlar inkişaf etsin, nə olacaq? Sabah müstəqil olacaqlar, düzdür? Ona görə başlayın məhdudiyyətlər qoyulur. Məsələn, metal emalı qadağan olunur. Parça emalı qadağan olunur. Strateji məhsulların istehsalı qadağan olunur. Yeni qaydaya görə ancaq İngiltərədən bu məhsullar gətirilməlidir. Bu şəkildə qadağa olur. Amma deyir, bunlar üçün ən çox narazılıq doğuran qadağa 1765-ci ildə olan möhür rüsumu qadağasıdır. Demək, nədir? 1765 möhür rüsumu adlı sənəd qəbul olunur. Möhür. Bu rüsuma görə Amerikada, koloniyalarda olan bir bütün müqavilələrə, bütün sənədlərə İngiltərənin möhürü vurulmalıydı. Və buna görə rüsum ödənməliydi İngiltərəyə. Bu, narazılıq daha da deyir ki, onsuz da o qədər məhdudiyyət qoymuşsunuz ki, bu da ağ oldu. Bu ağ oldu və etirazlara başladı. Və 1765-ci ildə onlar İngiltərə mallarını boykot edirlər. Boykot sözün mənası, bəlkə bilirsiniz. İngilislərin mallarını mənası görülməli. Almırlar, sabotaj edirlər, değil mi? Boykot. Mal, İngiliz mallarına qadağa. Bu nedir? İngiltərə hökuməti yeni tədbirlər göndərdi. Görür ki, artıq köhnə qayda idarələmək olmur. Belə bir şəraitdə 1773-cü ildə Boston limanına gömrük haqqını azaltmaqla çay verir. Ki, alsınlar. Çünki boykot edirlər, eşya alınlar İngilizlərdə. Deyir ki, gömrük haqqını azaltmaq, ucuz çay sataq bəlkə alınlar. Bu da müsbət nəticə verilir. Və Boston çay qulağında hadisə baş verir. Çayı dənizə tökən yerlilər etirazlarını bu şəkildə bildirirlər və İngiltərə buna qoşun yetirmə məcburiyyətində qalır. Beləliklə, Amerika ərazisində azadlıq hərəkatının əsası qoyulur. 1775-83-cü illərini hal edilir. Demək, milli azadlıq hərəkatı edilir. Və hərəkatın girişində 1776-cı ildə istiqlaliyyət bəyannaməsi elan olunur Abşda. İstiqlal sözü mənası azadlıqdır bəyannaməsi. Bəyannamənin müəllifi məşhur ideolog, ziyalı Thomas Jefferson idi. Onun bəyannaməsinin müsbət tərəfləri var. Xalqın ilk dəfə hakimiyyətin mənbəyi olur. Və bu xüsusiyyət sonraki dövrdə Avropanın digər dövlətlərində də xalqların ayağa qalxmasına, inqilabi hərəkatların genişlənməsinə təkan verir. Burada da onlara mövzumuzu davamını keçərik. Bir də buraya da yoxsuz bəsdir. Müstəqil.